Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizlərə bir dənə şirin ev təqdim edəcəm. Yəni bu evdə, bu həyətdə, bu qiymətə demək olar ki, hər şey daxildir. 210 min start qiymətdir, kupçalıdır. Qazı, suyu, işığı, hamısı daimi var. Gəl gir bura, daimi yaşa. Gedib şəhərdə məndən beş bitər, səs-küydə nəyə yaşayırsınız? Vallahi, hər şey var. Evin ümumi yaşayış sahəsi 120 kvadratdan çoxdur. Evin daxilində 2 dənə sanitar qovşağı, ayaq yolu, hamam var. 3 dənə yataq otağı var. Mətbəx və qonaq otağı yerləşir. Təmirlidir, sıfırdır. Demək olar ki, əşyalar yoxdur. 2 dənə, 3 dənə sobalar falanlar qoyulub. Əlavə olaraq nə istəsiniz, özünüz alıb, özünüz də yığacaqsınız öz zövqünüzə görə. Məktəbə yaxındır, sonra marketlərə yaxındır. Şuvalanın demək olar ki, ən gözəl. Əlavə olaraq avtobus, marşrut dayanacağına çox yaxın bir ərazidədir. Şəhər kimi istifadə eləmək olar. Baxın, buradan evdən çıxıb 200 metrlik mən yol getsəm, 200 metr deyil də azdır. Mən marşruta, avtobusa minib düz şəhərə gedə bilərəm. Elə bir yerdə yerləşir. Məktəb 300 metr, 400 metrlik məsafəsində yerləşir. Baxın, belə bir həyətdir. Gözəl də inşa olunub. Həyətdə manqal var. Həyətdə su hövzəsi var. Kiçik bir yaşıllığı var. 3 metrənin 6 metrəyə olan filtrli hovuzu var. Üstü bağlı, baxın, burada belə bir garajı var. Bura 2 maşın da yerləşdirmək olar. Yerləşər Elvin. Biri ora düz gəldi, biri də biraz gəlib bura dayanar. Dayanmasa da küçə çox genişdir. Çox qəşəngdir. Sonra həyət üçün nəzərdə tutulmuş burada üzr istəyirəm, əl damı var. Bu evin kombisi deyil ha. Bu buranın hovuzumuz isti hovuzdur. Burada yerləşir. Sonra həyətdə istifadə eləmək üçün sanitar qovşağı, ayaq yolu mövcuddur. Ev demək olar ki, həyət, torpaq iki tərəfdə üstü bağlı bir şeylərlə inşa olunub. Yəni bu tərəfimiz evdir. Bu tərəfdə üstü bağlı paket dam vurulub, qalın şiferdən, çerpitsadır, adamanta vurulub. Sonra burada baxın, divarda belə bir dekorlar taxtadan açılıb. Bunların da içərisinə inşallah torpaq töküb, qəşəng bir güllər əkmək olar. Çox da qəşəng, zövqlü görsənəcək. Bir daha söyləyirəm, start qiymət 210 min manatdır. İndi isə keçirik biz evin daxilinə. Ev yerdən 3 daş hündürlüyündə kürsülü inşa olunub. Evin bütün fasad hissəsi qabancıq daşlarla təmir olunub. Bütün axan, novlardan axan sular həm arxa, həm də ön hissədən hamısı birləşdirilib, birbaşa gedir qapının kənarında, küçədə olan şamboya gedir. Gedək indi evin içərisinə. Getdik. Keçək evin daxilinə. Buyur. Bax, keçirik evin içərisinə. Evin daxilinə keçən kimi bilirəm ki, müştərilərimiz yazacaq ki, burada dəhliz yoxdur. Evin birbaşa giriş hissəsindən keçirik mətbəxə. Problem yoxdur. Burada nə var ki? Bax, burada belə bir tam mərkəzdə tumba deyində belə bir daş var. Buradan, bax, o tərəfdən yox, buradan düz bura qədər buranı bölürsən, istəsin cam balkondan, istəsin öyle daşla. Böldün, mətbəx ayrıca, bax, buradan bura qədər, yetərin qədər bu ev üçün, bax, belə bir mətbəx var. Burada qalsın səhəçin, dəhliz, koridor, istifadə elə, ayır. Yox, istəmirsənsə, belə istəyirsənsə, belə də nə olub ki, tərtəmizdir. Bu evdə kim qalacaq ki? Yəni, böyük ailə bu evdə yaşaya bilməz. Məsəl üçün, kiçik ailə üçün bu ev çox superdir. Ümumi olaraq dəhliz, sonra keçirik buradan dəhliz, sağ tərəfdə yataq otağı, həyətə baxan yataq otağıdır. Bu yataq otağının daxilində sanitar qovşağı yerləşir. Evin döşəməsi bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bir daha söyləyirəm, qazı, suyu hamısı daimidir. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Yəni, sanitar qovşağı olmayan 2 yataq otağı bu ayaq yolundan, bu sanitar qovşağından istifadə edə bilər. Bu 2-ci yataq otağıdır. Evin arxa hissəsidir, mən belə fırlanmışam. Tam fırlanmaq olur, arxasına kimi getmək olur evin. Bu da 3-cü yataq otağıdır. 120 kvadratdan çoxdur yaşayış sahəsi. Ümumi olaraq torpaqla birlikdə 3,5 sotun içərisində inşa olunub. Torpaq 350 kvadrat. Burada gözəl bir qonaq otağıdır. Yəni 120 kvadrata uyğun qonaq otağı məncə qəşəngdir, səliqəlidir, gözəldir. Şəhərdə Novostroykalarda qonaq otaqları nə boydadır ki? Bundan da balacadır. 2 otaqlı, 3 otaqlı evlərin qonaq otaqları. Və buradan da belə bir cam balkon şüşə yığılıb.
hansı ki mətbəxlə qonaq otağını ayırır. İstənilən vaxtda buranı açıq və yaxud da bağlı saxlaya bilərsiniz. Bir daha söyləyirəm, biz hal-hazırda Şuvalan 230 nömrəli məktəbin yanındayıq. Azal Arena idi əvvəl, indi Sabah Arena olub. Onun yaxınlığında, gözəl küçədə, geniş küçədə 4 fəsil yaşamaq olur. Suyu, qazı, işığı hamısı var. Hər yerdə yaxındır. Qiymət isə start olaraq 210.000 manatdır. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.